Dostlar, her vaxtınız xeyir olsun. Bir Xırdalan Dağ Parkın içində, 3 sotun içində süper belə bir 2 mərtəbəli 5 otaqlı qoşadaşla inşa olunmuş, mərtəbələr arası beton monolit olan əla bir həyət evi çəkibsə təqdim edirəm. Belə bir bağlı bağatlı həyəti var. Həyətə 5-6 avtomobil rahatlıqla daxil ola bilir və əlavə yerdə qalır. Uzun illər bundan öncə şəxsi istifadə üçün tikilmiş həyət evidir. Burada yay mətbəxi var. Belə bir geniş yay mətbəxi və öz daxilində sanuzeri var. Cam balkonla bağlanılıb. Həyətin çəkim sizə bir də təqdim edim. Çox nadir hallarda belə bağlı bağatlı həyət evləri satışa çıxır. Buyurun. Birinci mərtəbə yerdən 7 daş kürsülüdür və hündür padval hissəsi var. Təmirinə söz ola bilməz. Biz daxil oluruq evin içərisinə doğru. Ümumilikdə 5 otaqdan ibarətdir burada. Belə bir əlavə əşyalar yığmaq üçün qladovka var. Girişdə solda geniş kvadrat şəklində belə bir qonaq otağı, burada divara TV stent yığılıb. Belə bir qonaq otağı. Bütün pəncərələr dəmir barmaqlarla əhatə olunub. Burada isə yataq otağıdır. Birinci mərtəbədə bir qonaq otağı və yataq otağı var. Burada geniş birinci mərtəbənin sanuzeri, bütün aksesuarlar quraşdırılıb. Yer isti poldur. Əlavə əşyalar yığmaq üçün pilləkənin altında qladovka var. Pilləkən betondur. Belə bir mən sizə sanuzeri bir də çəkim təqdim edim. Bura evimizin giriş seyf qapısı. Girişdə sağda isə mətbəx. Bu mətbəxin 30 kvadrata yaxın sahəsi var. Həqiqətən çox əla bir variantdır. Belə bir geniş və bahalı, geniş mətbəxi və bahalı mətbəx mebeli quraşdırılıb. Görünən əşyaların bəziləri saxlanılmaq şərti ilə bu ev satılır və qeyd etdiyim kimi mərtəbələr arası beton monolitdir. Ümumilikdə 5 otaqdan ibarətdir. 4 bir tərəfi qoşa daşla inşa olunub. Qalxırıq evin ikinci mərtəbəsinə. İkinci mərtəbədə yenə bir sanuzer. Burada da bütün aksesuarlar quraşdırılıb. Duş kabina yığılıb. Yer isti poldur. Evimizin burada isə yataq otağı və bütün pəncərələrin qarşısı açıqdır. Heç bir maneə kəsmir. Evimizin polu parketdir. Onu da nəzərinizə çatdırın. Burada isə geniş, böyləci nəzərdə tutulmuş yataq otağı və 4 pəncərəsi var. İsitmə sistemi kombidir. Aparat və radiator quraşdırılıb. Tam qaydasındadır. Burada isə evimizin yenə bir növbəti geniş yataq otağı və təcili satılır. İlkin qiymət 235.000 manatdır. Bu da son deyil. Real alıcıya təbii ki, evə baxdan sonra indirim olunacaqdır. Sizin də satışda eviniz, mülkünüz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satışına nail olarıq. Kanala abunə olun, videolarımızı bəyənməyi unutmayın. Bizi izləməkdə davam edin. Sağ olun, təşəkkür.